Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlmanlar, Allah Rasulü s.ə.v-in həyatından 5-ci dərs. Peyğəmbər s.ə.v-in anası, süd anaları və Peyğəmbər s.ə.v-in babası Abdülmuttalib. Anası Kiləbin oğlu, Zuhrənin oğlu, Abdülmənəfin oğlu, Vəhbin qızı Əminədir. Əminə bint Vəhb. Bu Peyğəmbər s.ə.v-in anasıdır. Deyir ki, anası Əminə Allah Rasulü s.ə.v-i dünyaya gətirdikdən sonra söylədiyimiz kimi ötən dərsimizdə atası Peyğəmbər s.ə.v hətta anasının bətnində olarkən atası dünyasını dəyişir. Və anası onu dünyaya gətirdikdən sonra ilk əmizdirən, Peyğəmbər s.ə.v ilk əmizdirən Əbu Ləhəbin köləsi, baxın, Əbu Ləhəbin köləsi Suveybədir. Ərəblərdə o vaxtlar belə bir adət var idi ki, yeni doğulan uşaqları əmizdirmək üçün başqa bölgələrə göndərərdilər. Bu da uşaqların daha sağlam və daha güclü böyümələri üçün idi. Suveybə öz oğlu olan Məsruqla bərabər onu bir aya yaxın əmizdirmişdir. Peyğəmbər s.ə.v-i bir aya yaxın əmizdirmişdir. Və ona görə də Məsruq, həmçinin də Peyğəmbər s.ə.v-in əmisi Həmzə radiyallahu anhu da Peyğəmbər s.ə.v-in süd qardaşıdır həmçinin. Çünki Suveybə həm oğlu Məsruqu, həmçinin də Həmzəni də, Peyğəmbər s.ə.v əmisini də əmizdirmişdir. Bundan sonra Məkkəyə Bəni Sa'd ibn Bəkr Əl-Həvazin qəbiləsindən bir neçə süd əmizdirici qadınlar gəlir. Məkkəyə bir neçə süd əmizdirici qadınlar gəlir və Peyğəmbər s.ə.v bu qadınlara süd verilməsi üçün təqdim olunur. Lakin Allah Rasulü s.ə.v yetim olduğuna görə onu heç kəs götürmür. Buna baxmayaraq, içərilərindən Əbu Suveybənin qızı Həlimə əmizdirmək üçün Peyğəmbər s.ə.v özü ilə bərabər götürür. Bilirsiniz ki, əziz müsəlmanlar, İslamda yetimlik ana tərəfdən deyil, ata tərəfdən olur. Əgər bir ailə öz atasını, yəni ailənin başçısını itirərsə, bu zaman ailə yetim sayılır, həmin övladlar yetim sayılır. Və yetimlik də yaş həddi oğlan uşağının həddi buluğa çatana qədərdir. Yəni, belə deyək də, əli çörək tutana qədərdir, işləyib özlərini dolandırana qədərdir. Yəni, ondan sonra artıq yetimlik yoxdur. Necə ki, bizdə deyirlər ki, 50 yaşı var, deyirlər ki, yetimdir. 50 yaşında yetim olmalıdır, 50 yaşında yetim olmur. Deməli, Peyğəmbər s.ə.v yetim olduğu üçün onu heç kəs götürmür, lakin sonda Suveybənin qızı Həlimə Peyğəmbər s.ə.v əmizdirmək üçün onu götürür. Deyir ki, Həlimənin əri Həris ibn Əbdülüzzadır. Hər ikisi Sa'd ibn Bəkr Əl-Həvazin qəbiləsindəndirlər. Uşaqları Peyğəmbər s.ə.v-in süd qardaşlarıdır. Yəni, Həlimənin Peyğəmbər s.ə.v-dən başqa da öz övladları var idi doğma. Abdullah, Ənisə və bir Qudamə, Şeybə kimi də tanınırdır. Peyğəmbər s.ə.v-in yetişməsində böyük rolu olmuşdur Həlimənin. Həmçin rəvayətlərdə gəlib ki, Həlimə Əbu Sufyan radiyallahu anhunu da əmizdirmişdir. Ona görə də Əbu Sufyan da Peyğəmbər s.ə.v-in süd qardaşıdır. Həlimənin Məkkədə olduğu o günlər qıtlıq və aclıq günləri idi. Dəvələridir, süd vermirdi. Hətta qadının özünün də, yəni köksündə, döşündə çox az idi. Lakin rəvayətlərdə gəlib ki, Həlimə Peyğəmbər s.ə.v-i süd vermək üçün götürdükdən sonra, yəni öz qəbiləsinə gətirdikdən sonra rəvayət olunur ki, artıq dəvələr başlamışdır süd verməyədir. Bərəkətdir, artmışdır. Hətta qadın deyir, Peyğəmbər s.ə.v-i yəni öz sinəsinə döş verməyə gətirdikdə artıq döşündə südün olduğunu görərdi. Həlimə deyir bunu. Və Həlimə 2 ildən sonra, 2 ilə yaxın Peyğəmbər s.ə.və süd verir. Və 2 ildən sonra onu süddən kəsir, artıq Peyğəmbər s.ə.v böyümüş və güclənmişdir. Və hər 6 aydan bir də, yəni bu müddət ərzində, hər 6 aydan bir də anasının yanına gətirər və ona göstərər, sonra aparardı. Süddən kəsiləndən sonra anası Əminənin yanına gətirir. Peyğəmbər s.ə.v ilə gələn bərəkətdən son dərəcə sevinc duyan Həlimə, anasından onun yanında bir neçə müddətlə qalmasını xahiş edir və Əminə Peyğəmbər s.ə.v anası razı olur. Və Həlimə Peyğəmbər s.ə.v-i yeni öz qəbiləsinə gətirir. Lakin
çox az müddət keçdikdən sonra onu qaytarır anasının yanına. Nə üçün? Çünki bu vaxtı Peyğəmbər sallallahu həyatında böyük bir hadisə baş verir. Şaqq-ı sadr, yəni Peyğəmbər sallallahu qəlbinin yarılması. Hətta Ənəs radiyallahu anhdan gəlir ki, Buxari Müslimdə olan hədisdə deyir ki, uşaqlarla oynayırdı Peyğəmbər sallallahu yəni süd qardaşları ilə oynayırdı və Cəbrail əleyhissalam gəlir Peyğəmbər sallallahu yıxır yerə. Peyğəmbər sallallahu yerə yıxır, qəlbini yarır, sinəsini yarır və qəlbini deyir sinəsindən çıxardaraq onu deyir böyük bir ləyən olur və o ləyənin içərisində qızıldan olan bir qabın içərisində zəmzəm suyu ilə yuyur, subhanallah. Zəmzəm suyu ilə yuyur və Peyğəmbər sallallahu qəlbindən bir dənə qan laxtası belə çıxardır və deyir ki, bu şeytandan səndə olan bir paydır və onu deyir sənin qəlbindən çıxartdım. Və Peyğəmbər sallallahu qəlbini zəmzəm suyu ilə yuyur. Daha sonra qəlbini yerə qoydu və onunla oynayan uşaqlar qaçaraq süd anasının yanına gəldi və dedilər ki, Muhammed öldürüldü. Və Peyğəmbər s.ə.v-in Ənəs radiyallahu anh deyir ki, mən deyir Peyğəmbər s.ə.v-in sinəsində həmin o izi görmüşdüm. Hansı ki, o Cəbrail əleyhissalamın sinəsini yarıb Peyğəmbər s.ə.v qəlbini çıxarması və həmin o sinəsində olan o izi deyir, Ənəs radiyallahu anh deyir ki, mən deyir görmüşdüm deyir o izi. Subhanallah. Və Peyğəmbər s.ə.v-in qəlbini təmizləyir. Bu artıq onun Peyğəmbərlik verilməsi üçün bir hazırlıq idi. Bu hadisədən sonra Məkkəyə anasının yanına gətir. Artıq bu hadisə baş verəndən sonra Həlimə qorxur və Peyğəmbər s.ə.v gətirir anasının yanına və Mədinədə bir ay qaldıqdan sonra anasının yanında deməli yolda anası xəstələndir və Məkkə ilə Mədinə adlanan yerdə Əbva adlanan bir yerdə, Məkkə ilə Mədinə arasında olan Əbva adlanan yerdə anası dünyasını dəyişir. Və anası dünyasını dəyişəndə artıq Allah Resulü s.ə.v 7 yaşında idi. Allah Resulü s.ə.v artıq 7 yaşında idi. İxlasla.com saytı tərəfindən təqdim olundu.